Kredit götürürsən, force major hallarda gecikmə ilə ödəməli olursan və nəticədə kredit tarixçən korlanır. İnsanların çoxunun dediyi kimi bankların qara siyahısına düşürsən. Bəs nə qədər gecikmədən sonra kredit tarixçəsinə gecikmə yazılır? Və vətəndaş adını qara siyahıdan çıxarmaq üçün nə etməlidir? Ümumiyyətlə, bu mümkündürmü? Mövzunu araşdırmışıq, gəlin izləyək. Vətəndaşlar kredit götürdükdə gecikmə olarsa, bu məlumatlar kredit bürosunda toplanır və onlar intizamsız müştəri kimi qeydə alınırlar. Növbəti dəfə həmin şəxslərə kredit verildikdə tarixçələri əsas götürülür. Hüquqşünas Samir Qasımov deyir ki, bir gün gecikmə olsa belə bu kredit bürosunda görünür. Yəni bu məsələdə az və ya çox gecikmə yanaşması yoxdur. Bəs bunu tarixçədən silmək mümkündürmü? Şəxs krediti götürüb və ödəməyib və buna görə də müəyyən gecikmə günləri artıq tarixçədə yaranıb. Yəni bundan xilas olmaq mümkün deyil. Həmin günləri sildirmək deyə bir anlayış ümumiyyətlə yoxdur. Sual belə qoyula bilər ki, elə olduqda necə etmək olar ki, banklar buna kredit versinlər bu adama, həmin gecikmə günlərinə rəğmən. Bu artıq hər bankın özünün daxili işidir. Banklar müştərinin gecikməsinin üzürlü səbəbdən olduğunu və müştərinin artıq intizamlı olacağını nəzərə alaraq kredit verə bilərlər. Bəzi hallarda isə vətəndaşın xəbəri olmadan adına kredit götürülür və ödəmədə gecikmələr yaranır. Bu zaman vətəndaş nə etməlidir? Bu hallarda da şəxs artıq hüquq mühafizə orqanlarına, məhkəməyə müraciət edərək, məhkəmə qərarı ilə təsdiq olunsa ki, həmin şəxsin həmin kreditə heç bir aidiyyatı yoxdur. Bunda da bankın müraciəti və yaxud məhkəmənin qərarı ilə kredit reyestrindəki həmin mənfi tarixsə silinə bilər. Bir müddət əvvəl Mərkəzi Bankın təsdiqlədiyi davranış modelləri əsasında kreditləşmə qaydaları bu vəziyyətə tətbiq olunurmu? Bank qara siyahıda olan müştəriyə mövcud maliyyə vəziyyəti yaxşıdırsa, bu qaydalara uyğun olaraq kredit verə bilərmi? Qara siyahıya düşmək kimi xalq arasında yayılmış bu deyim, qanunvericilikdə banklara hər hansı bir məhdudiyyət qoymur. Sadəcə banklar öz risk qiymətləndirmələri əsasında bu müştərilərə kredit verə bilərlər, hüquqları mövcuddur. Amma banklar öz risk qiymətləndirmələrində müştərinin kredit reyestrindən çıxarışı da əhəmiyyətli faktor hesab edirlər. Əgər müştərinin kredit reyestrində ciddi problemlər varsa, onların aradan qalxmasına isə əminlik yoxdursa, bu halda müştəriyə kredit verilməsində maneələr yaranır. İndi davranış modelinə əsasən qiymətləndirmə nəticəsində müştərinin digər gəlirləri, rəsmi olmayan gəlirləri də müəyyənləşəcək. Amma bu çərçivədə əgər müəyyənləşsə ki, hətta müştərinin gəlirləri kifayət qədərdir və yenə də o kredit öhdəliklərinə qarşı sayğısızdır, kredit mədəniyyəti aşağı səviyyədədir. Onda onu deməyə imkan verəcək ki, banklar bu müştərini ümumiyyətlə belə deyək də kredit siyahısından çıxara bilərlər. Ekspertlər bildirirlər ki, müştərilər ödəniş qrafiklərinə ciddi yanaşmalıdırlar. Çünki kredit tarixçələrinin korlanması həm növbəti kreditlərin verilməsinə ciddi maneə yaradır, eyni zamanda faiz dərəcələrinin yüksək təyin olunmasına gətirib çıxarır. Çünki bankların faiz siyasətində müştərinin riskli olub-olmaması da əhəmiyyətli rol oynayır. Mirrəsul Cəfərov, Şəkərnaz Şahəliyeva, Vəfa Şəhlai, İqtisadi Zona.